Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Hem birinci Peygamberimiz sallallahu aleyhi ve sellemin yeni evlenenler için ettiği duanı etmek istiyorum. Barakallahu leki ve bareke aleyki ve cema'a beynekma fi hayr. Allah her bir hayır üzerinde sizleri birleştirsin, hayırlı etsin ve valideynleri tebrik edirəm, her iki tərəfli hayırlı ve bereketli olsun. Ve sonra Allah Teala'ya çoxlu şükürlər olsun. Allah Teala bize böyle nimetler verir ve əmin-amanlıq verir ve bize en əsas ve doğru yolu yöneldir ve bizi müsəlman kimi yaratır. Ve bu aile meselesi de hayatımızın bir hissəsidir. En önemli, en ciddi meselesidir. Çünkü aile olmasa cəmiyyət də olmayacaq. Cəmiyyət də bərbad vəziyyətdə olacaq. Və insanların həm yaşadığı vaxt, həm gələcəyi təhlükədə olur və həm də ahirətləri təhlükədə olur. Çünkü eğer aile dəyərləri dağılarsa, haramlar çoxalar və yer üzerinde fesat çoxalar, xəstəliklər çoxalar ve ona göre de Allah Teala her şeyi bilen Rabbimiz ve bize de evlenmeyi tövsiye eder. Elbette ki bizim dinimiz buna xüsusi önemlidir. Yani görürsünüz Kur'an'da bu hafta çok danışılır. Peygamberimiz sallallahu aleyhi ve sellem bu hafta çok danışılır. Hadisler var, tövsiyeler var. Ve insan fikirləşir ki Allah karşısına gelen gün var. Ve ancak onu fikirləşir. Sen Allah karşısında dayanacaqsan. Ama sen bu dünyada da dayanırsan. Sen namaz kılanda, zikir eləyəndə, Kur'an okuyanda, aile önüne necə davranırsansa hesap et ki sen Allah karşısındasan, məsuliyyət daşıyırsan. Ve ona göre de aile meselesi de çok ciddi olmalı. Her iki taraf. İki de kadın da. Elbette ki bizim hemşe tövsiye ettiğimiz geçmişimiz Kızılderili Peygamberimiz sallallahu aleyhi ve sellem'in vaktinde yaşayan ve onlardan sonra gelen, onların yolunu doğru düzgün gelenler hemşe numune olur bizim için. Ve təsəvvür et ki evden çıkıp gedəndə iş salacaq. Zövcəsi, həyat yoldaşı çıxıb qapıda dayanında deyərdi ki Allah'tan bize göre qorx ve bize haram yedizdirmə. Çünkü biz aclığa, susuzluğa dözə bilərik, ama cehennemin oduna dözə bilmərik ve bize göre Allah'tan qorx. Ve ərinə o cür tövsiye edərdi ve onu işe yola salardı. Yani kadınların da böyle olur. Ve kadınların da aile meselesinde hususi böyle olur. Yani ailenin salamat kalması, ailenin uşaqların terbiyeli olması esas anadan asılıdır. Kadından asılıdır. Ana böyle olur. Ve özür de bilirsiniz ki ananın da böyük değeri var. Neye göre? Çünkü Allah Teala yani o zayıf olduğuna göre ve hatta uşağı daşıyanda bətnində deyir, sənin 9 ay bətnində çətinliklə daşıdı, ağır, əziyyətlər içində səni dünyaya getirir. Və ona göre de səndən tələb edir ki, anaya hörmət edirsin. Deməli, çünki ana əziyyət çox çəkir. Onu da Resulullah sallallahu aleyhi ve sellem dedi ki, yaxşılıq eləyəndə kimə eləyin dedi, anana et, anana et, anana et. Sonra dedi atana et. Çünki ana bu işte əziyyəti çox olur. Düzdür, kişi də əziyyət çəkir, söz yok. Ama yenə də üstünlük, yani əsas. Çünki ailənin direği qadındır. Eğer o pozularsa cəmiyyət pozular. Aile de pozulur. Aile pozulursa cəmiyyət də mütləq pozulmalıdır. Biz görürük. Bizə əxlaqı tövsiyə edənlər, nə bilim, haqqı tövsiyə edənlər, onların hər bir vəziyyətdən görürük, nə gündədir. Aileleri yok, kişiyle yaşıyorlar. Yani onlar uzaqdırlar ondan, xeyirdən məhrumlar. Allah subhanahu ta'ala insanlar xeyirdən məhrumlar. Və həmçinin
Görürsünüz ki, mesela cemaat namazı kılırız bir yerde, bayram namazı kılırız, cuma namazı kılırız, oruçlu ayında, yani Ramazan ayında orucu bir yerde iftar sürələrini eləyirik. Yəni bunlar hamısı müsəlmanları birliyə və qardaşlığa çağırır. Və həmçinin bir gün sahabələr gəlib dedilər ki, ya Rasulallah, biz yemək yeyirik, ancaq doymuruq. Yəqin ki, siz ayrı-ayrı yeyirsiniz. Deyirəm, biz ayrı-ayrı yeyirik. Ayrı-ayrı yeyirik. Onda bir yerdə bir qabdan yeyirik. Allah'ı Bismillah deyin, xatırlayın və bir yerdə yeyirik. Və həqiqətən də bərəkətli olur. Və görürsünüz ki, yemək yiyəndə də bir yerdə olmanın bərəkəti var. Həmçi qəlblər bir-birinə bağlanır. Və heç bir ailə istəməz ki, ya evladlarla valideynlər arasında, ya evladların öz arasında ixtilaf düşsün. Və görürsən, orada da həm bərəkət və həm də görürsən, onun boşqatına, bunun qaşığına əl vurmur, yiyəni. Qardaş-qardaşdan, bacı-qardaşdan yiyənirlər bir-birinin əlindən, qabağından qalan yemək. Yəni, gör, artıq qəlblərin aranmasına gidir. Bir də, məsələn, Allah ona bərəkət verir. Allah ona bərəkət verir. Yəni, bəzi adam deyək ki, nə olar, belə deyəcəm. Yox, əgər ona Allah deyibsə, deməli, Allahın ona gücü çatır. Və Allah Taala verməsə, sən heç vaxt verəməzsən. Necə ki, hidayət. Allah Taala buyurur ki, dünyanın bütün malını xərcləsən də, Quran-ı Kərimdə buyurur. Allah Taala buyurur ki, dünyada bütün var dövləti xərcləsən, onların qəlblərini birləşdirə bilməzsin. Amma Allah Taala onların qəlblərini birləşdirir. Çünki Allahın əlində olan bir şey. Bəzi insanlar bunu tuta bilmir. Nəyə görə? Bu özüyyətli öz istədiyi kimi yox, elə deyil. Çünki bərəkət, güc, qüvvət sahibi Allahdandır. Və Allah istəsə, bütün qəlbləri birləşdirərlər və hansı ailəni Allah istəsə, ora nə göndərər? Mehribanlıq göndərər. Bir-birinə qarşı hörmət göndərər. Və bunları da qazanmaq üçün əlbəttə ki, Quran və sünnəsində yaşamaq lazımdır və doğru düzgün olmaq lazımdır. Və əlbəttə ki, dediyimiz kimi qadın zəifdir və ona əziyyət vermək olmaz. Və bəzi yerlərdə görürsən ki, məsələn, yaşda kimsəsiz əzillər olmaz. Çünki Peyğəmbər s.ə.v onlarla bizə əmr etdi, gözəl davranmağı və yaxşı davranmağı bizə əmr etdi. Yoxsa bizim üçün də çətin olar, sorğusu. Nəyə görə? Çünki onlarla gözəl davranmaq, onlara hörmətdir və o dediyim kimi zəif və zərifdir. Əlbəttə ki, qadınlar da hüquq verilmiş ki, onlar həddə açsın. Əlbəttə, onların da hüquqları var, haqları var. Ümumiyyətlə, yer üzünə gələn insan və hər bir şeyin özünün yaradılış məqsədi var. Ondan kənara çıxmaq olmaz. İnsan ya heyvan kimi yaşamamalıdır, ya heyvan insan kimi yaşayamamalıdır. Və yaxud da kişi qadın kimi, qadın kişi kimi. Bunlar mümkün olan şey deyil. Nə qədər də təbliğ etsələr və yaxud da buna geçsələr, mümkün olan şey deyil. Bu, yəni hər kəs, onda hər şey pozulacaqdır. Nizam-intizam, dünyada olan nizam-intizam qaydalar pozulacaqdır. Çünki onlar onun üçün yaranmıyor. Hər kəsən öz yolunu düz getməlidir. Bunu eynirlər. Görürsən, məsələn, İslam dinində hətta donuz, hətta it olsa, onlara əziyyət verə bilməzsən. Əziyyətdən onlar heç bir şey deyə bilməzsən və ya sənə zərər vermirsən. Hətta məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm canlı heyvanı qoyub, nişan alıb vurmağı, yəni boş yerə, əbəs yerə icazə vermədi, qadağan etdi. Çünki əgər ya onu vuracaqsansa, kəsib yeməlisən, ehtiyac varsa, yoxsa onu boş yerə nişangaha qoymaq olmaz, haramdır, qadağandır. Nəyə görə? Çünki onun haqqı olur ki, o böyüyü yeməli heyvansa, halalsa, onu sən yeyə bilərsən. Amma onu qoyub nişangaha, özün üçün vaxt itirirsən, yəni olmaz. Ondan sonra da öldürüb alıb atırsan, ona nə yemirsən, nə də bir şey. Onların da haqqı var. Bəs müsəlmana əziyyət vermək olar mı? Xeyr, olmaz. Həmçində ailədə bunları tətbiq edilmir. Kişi qadına da əziyyət verməməlidir, uşaqlara da hər bir şey yolunda, nə həddi aşmaq olmalı, nə də ki, bicanlı olmalı. Ortada yol tutmaya lazımdır. Və həmçinin bilirsiniz ki, bu ailə dəyərlərində çox məsələlər var ki, onlar hütla Quran və sünnət. Bizim adətlərimiz də var, əlbəttə, gözəl adətlərimiz söz yox.
Onların da əslində baxsan görərsən ki, onlar da çox nədən götürürlər, Quran-ı Kərimdən, sünnədən. Onlar əvvəlkilərdə Quran və sünnə üzərində yaşayırlar. Sonra müəyyən bir vaxt keçəndən sonra onlar artıq adət halına olur. Adət kimi görürsən. Biz bilirsiniz, müsəlmanlar çox zülümlərə məruz qalır, işğal altında olur. Olan müsəlmanlara çox şeylərin əllərindən alırlar, həmçinin dinlərin, həmçinin başqa şeylər. Ona görə də müsəlmanlar öz haqq yollarına qayıtmalıdır, doğru yollarına qayıtmalıdır və xüsusən də dediyim kimi yaşayış tərzində düzgün olmalıdır həm də ailədə. Və sonunda onu demək istəyirəm ki, bunların hamısının yeri qəlbdir. Yəni ürək içərdə, qəlbin içində olur. Məsələn, bəzən görürsən, deyirlər ki, ailələrin dağılmasının səbəbi dolanışıqdır, puldur. Düzdür, onlar müəyyən qədər ailədə müəyyən rol oynayır, müəyyən. Amma əsas deyil. Əsas heç ola bilər. Çünki ola bilər ki, varlı insan kasıb ola bilər. Kasıbdan da aşağı dərəcədə, yəni heç yeməyə bir şey tapmaya bilər. O deməkdir ki, hər kimsə varı varsa həmişə var olur. Olmur hələ, həyatdır. Allah Teala bir insan ki, bəzisini qaldırır, bəzisini aşağı qalır, imtihandır. Və əgər pulla ölçürsə, məsələn, ailə pul üzərində qurulursa ki, məsələn, iş yeri olmalıdır, yaxşı maaşı olmalıdır, evi olmalıdır, maşını olmalıdır və bir gün bunlar hamısı gedə bilər. Onda ailə də getməlidir, xeyr. Ailənin əsas odur ki, onlar bir yerdə onlar yaşamalıdır. Yəni, düzdür, müəyyən qədər ailəyə köməklik deyil, lazımdır, onlardır, sözdür. Yəni, birbaşa deməkdir ki, get otur, ağacın altında heç bir iş görmək yox, hələ də yoxdur. Hər kəsən özlərinə bayaqladığımız düşən işləri görməlidir. Amma əsas insanların qəlbi pozulanda, yəni artıq onlara heç nə təsir edən nəsiyyət, böyük nəsiyyəti, Quran nəsiyyəti eləyəndə onlara heç bir fayda vermir. Ona görə mütləq şəkildə insanın qəlbi islah olmalıdır. Allahdan qorxur bilinci, Allah sevgisi və Allah Teala'nın buyuranların bacardıqca yerinə gətirmək. Bunlar olmasa, görürsən ki, insanlar hər yerə təsir edir, ailəyə də təsir edir. Yəni, insan Allah Subhanahu Quranda buyurur ki, siz necə ayrılırsınız ki, boşanırsınız ki, bir-birinizi görürsünüz. Yəni, yaxınlıq etmişsiniz. Allah Teala onu misal edir. Siz nə tər ola bilər ki, sonra hər kəsən o tərəfi biri oyna, biri oyna edirsiniz. Yəni, onu göstərir ki, Allahdan qorxmaq lazım. Və həm də siz onları Allah'a adına halal görürsünüz. Yəni, ailədən bir-birinizə. Görürsünüz ki, yəni, o olmalı ki, insan qorxsuz, o da qəlbin içində. Adı məsələn, həkim olsun. Ola bilər, yaxşı həkimdir. Amma görürsən, vicdanı itir. Vicdan imandır. Allahdan qorxmur, nə istəsə deyir, nə nətər istəsə malıcı edir. Bəlkə də məsələn, ola bilər ki, bir neçə daha ucuz bir dərmanla məsələn malıcı ala, amma görürsən ki, eləmir. Və yaxud da müəllim, və yaxud da sana dindar, görürsən ki, öz nəfsinə görə və yolun azı, öz nəfsinə görə sözlər danışır, olmaz. Ona görə də insanın qəlbi həmçə dəvət edir ki, insanın niyyətin xalis olmalıdır, qəlbin təmiz olmalıdır. Və onda səni, nə bilir, zahiri əməlin özləridir. Və ona görə də bir daha xoşbəxtlik arzulayıram bu yeni ailəyə. Allah Subhanahu xeyirli etsin. Allah onları hər iki həyatda xoşbəxt etsin, salih evlatlar nəsib etsin, xeyirli bərəkətli hüviyyət nəsib etsin. Və Allah Subhanahu bizi həmişə xeyirlə birgən etsin. Allah Subhanahu bütün verdiyi nemətləri görə sana çox şükürlərlə edirik. Və Allah Teala ölçən bizi Allah'ın içərisində etsin daim. Bu nemətlər də Allah tərəfindən və heç kəs yadından çıxarmasın ki, bunlar bizim əlimizdən bir gün gələndir. Və bugün bəyənmədiyimiz, tapmadığımız şeylərin həsrətində qalar. Allah Subhanahu bizi ondan uzaq etsin. Allah bizi bəlalardan qorusun, xəstəliklərdən qorusun, fitnələrdən qorusun. Allah Teala hər biçilərimizi qorusun, ölkəmizin əmnamanlığı qoruyan qardaşlarımızı qorusun, ölkə başımızı qorusun, onu sağlam etsin, güc versin, qüvvət versin, haqq üzərində etsin, haqqın qarşısı etsin və bizə rəhm edənlərdən etsin, onun ətrafındakilər də həmçinin o ona gözəl nəsiyyətlər, doğru yol göstərənlərdən etsin.
Və Allah xəstələrimizə şəfa versin və həmişə borcumuz bol, bərəkətli, halal, rahat etsin. Allah günahlarımızı bağışlasın, bilə-bilə etdiyimiz, bilmir etdiyimiz günahlarımızı bağışlasın. Allah qalır bizi dəllikdən, düzandan, vəbadan, halından və başqa xəstəliklərdən qorusun. Allah razı olsun, mübarək təbrik edirəm. Çok sağ olun. Selamun Aleyküm.